Yusif Vəzir Çəmənzəminli, Bir Cavanın Dəftəri. Yusif Vəzirin gənclik illəri. Yusif Vəzir Çəmənzəminli Bir Cavanın Dəftəri və Həyatımın 20 ili adlı əsərlərində hər şeydən öncə Şuşanın 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindəki durumunu oxuculara təqdim edir. Birinci əsər hekayə tiplidir və gündəlik əsasında yazılıb. Əsərin qəhrəmanı Murad Yusif Vəzirin özüdür. Şuşada keçirdiyi gənclik illərini qələmə alıb. İkinci əsərdə isə Şuşanın tarixindən, məişətindən, insan mənzərələrindən və müəllifin özünün yaşadığı ailənin durumundan bəhs edilir. Çəmənzəminli 1887-ci ildə Şuşada Mirbaba Vəzirovun ailəsində dünyaya gəlib. Vəzirovların ulu babası Mirzə Əli Məmməd Ağa Qarabağ xanı İbrahim Xəlil xanın nüfuzlu vəzirlərindən olub. İlk təhsilini əvvəlcə Şuşada, sonra isə Ağdamda alan Yusif Vəzir burada türk və fars dillərini öyrənib. Rus dilini öyrənmək məqsədi ilə bir il Muradbəylidə Rus məktəbində oxuyub. Daha sonra Qafqazın seçilən təhsil ocaqlarından olan Şuşa Realnı məktəbinə daxil olaraq təhsilini davam etdirib. Ardınca 1906-1909-cu illərdə Bakı Edadiyyə məktəbində oxuyub. Buranı tamamladıqdan sonra ali təhsil almaq üçün Peterburqa yollanıb. Lakin burada təhsil almaq imkanı əldə edə bilmədiyi üçün 1910-cu ildə Müqəddəs Vladimir adına Kiyev İmperator Universitetinin hüquq fakültəsinə daxil olub. Xatirələrdə də məhz onun Kiyevə qədərki gəncliyi əks olunub. Bir Cavanın Dəftəri. 19-cu əsrin sonları Şuşa. Yeni tipli məktəblər açılıb. Dünya ədəbiyyatı Qarabağa yol tapıb. Gənclər maariflənir, dünya görüşləri artır, amma buna baxmayaraq onlar geniş dünyaya çıxa bilmirlər. Çünki onlar doğulduqları şəhərdə gəncliklərini keçirməyə, orada evlənib, orada işləyib, orada da ölməyə məhkum idilər. Murad da bu yeknəsəklikdən nəsibini almış bir gənc idi. Onun yeganə zövqü kitab oxumaq, gündəlik yazmaq idi. Tühaf deyilmi? Orta məktəbin 6-cı sinifinin tələbəsi hələ öz şəhərindən başqasını görməmişdir. Halbuki buralardan bıqdım, yoruldum. Gözlərim yeni yerlər, yeni simalar, yeni üfüqlər görmək istəyir. Çünki onun gördüyü simalar illərdir heç bir dəyişikliyi qəbul etməyən, xalqı avam kimi saxlamağa çalışan molla sinifi cəhalət girdabında vurnuxan insanlar idi. O isə bunlara qarşı idi. Mollaları tənqid edir, buna görə ailəsi tərəfindən məzəmmət edilir. Muradın yaşadığı dönəmdə hələ Şuşada erməni-türk davası başlamamışdı. Türklər buraya köçürülən ermənilərə din ayrı qardaş deyib heç bir problem yaşamadan güzəranlarını sürdürürdülər. Şəhərimiz ikiyə ayrılır. Qərb tərəfində ermənilər, şərqdə müsəlmanlar yaşayır. Qocaların nağılına görə əvvəllər ermənilərlə müsəlmanlar qarışıq yaşamışlar. İkisinin də adət və ayinləri bir imiş. Bir-birinə də din ayrı qardaş deyərmişlər. Müsəlman uşaqları sünnət olunarkən çox vaxt ermənilər kirvə olarmışlar. Amma şəhərdəki mədəni inkişaf ermənilərin xeyrinə idi. Çünki müsəlmanların başçıları xalq üçün heç bir iş görmür, ermənilər isə uşaqlarını yeni məktəbdə oxudur, özləri dövlət məmurluğuna iddialı olur, çar məmurlarına iradə yeridə bilirdilər. Belə bir durumda isə Murad cəhalətdən baş götürüb qaçmaq, müəyyən qədər dincəlmək istəyir. Çünki kifayət qədər kitab oxuyaraq həmyaşıdlarından fərqlənən Murad hətta yeni əlifba da kəşf etmişdi. Biz bu əlifba məsələsini Həyatımın 20 ili əsərində də görürük. Bu mühitin içində onu anlayan 3 dostu vardı. Həsən, Mürsəl və Rəcəb. Əgər erməni məhəlləsində dağa doğru dolama xiyabanları, gözəl yay klubu, qəhvəsi var idisə, bu gənclərin gəncliklərini keçirmələri üçün hər hansı bir istirahət üçün yer yox idi. Onlar bir tərəfdən öz hallarına acıyır, digər tərəfdən imperiyada baş verəcək dəyişiklikləri hiss edirdilər. Artıq çar hökumətinin inqilabları boğmaq üçün türklərlə ermənilər arasında nifaq toxumu səpmələrini qabaqcadan duyur,
buna çarə axtarırlar. Nəhayət, ailəsi gəncin Aşqabada getməsinə, fərqli insanları görməsinə razı olur. Murad burada müəyyən siyasi proseslərə qoşulur və bir şeyi dəqiq anlayır. Köhnə insanları yeniləşdirmək mümkün deyil. Ancaq uşaqları yeni sistemlə böyütmək lazımdır. Eləməli ki, övladlarını üsullu milli məktəbə göndərsinlər. Vəssalam. Yoxsa 100.000 vəz eləyəsən, Kərbalaya Əsəd dönüb Avropalı olmayacaq. Köhnə adamları təzələmək həm o adamlara ziyandır, həm millətə. Aşqabadda bunları düşünməklə yanaşı Murad Asiya adlı bir qıza da aşiq olur. Bu sevgi macərasını xatirələrdən oxuyacaqsınız. Həyatımın 20 ili. Yusif Vəzir əsərə Şuşanın tarixi ilə başlayır. Pənah xan Cavanşir tərəfindən salınan şəhər haqqında məlumat verən Yusif Vəzir ardınca məhəllələrində xatırladığı insanları yad edir. Onların faciələrini, əslində isə dönəmin faciələrini oxucuya çatdırır. Həmçinin dönəmin uşaqlarının baməzələrinin hərəkətlərini, el-obanın adətlərini, batil inanclarını, mollaların xürafatlarını yazır. Ən əsası, öz ailəsinin başına gələn müsibətləri qeyd edir. Atalarının Ağdamda işləməsi, dönəmin ən intellektual gənclərindən olan qardaşı Əbdülhəsənin gənc yaşda xəstəliyinə çarə tapılmayaraq vəfat etməsi, gecələr qız qaçıranların evlərinə hücum çəkməsi, anasının tapanca ilə müdafiə olunması, atası vəfat etdikdən sonra bütün ailənin onun öhdəsinə qalması və nəhayət bir yol tapıb uzaqlara getməsi. Yusif Vəzir bu xatirətdə ən maraqlı dönəmi yazıb, hansı ki Avropada təhsil alıb gələn gənclər Əhməd Ağaoğlunun timsalında yeni məktəbdə dərs deyir, müsəlman ailələri də artıq uşaqlarını rus məktəblərinə qoyur, cəmaatı şeyxilik, üsulilik kimi məzhəblər artıq maraqlandırmır, mollaların nüfuzu getdikcə aşağı düşür. Yəni Azərbaycan bir növ mədəni keçid dövrünü yaşayır. Belə bir dönəmdə isə Yusif Vəzir məktub alır. Payız düşür, duman ətrafı bürümüş, sarıya və qırmızıya donanmış ağaclar kədər saçır. Varlı türk tələbələri çəkilib o biri şəhərlərə getmiş, yalnız yoxsul balaları köçdən ayrı düşmüş quşlar kimi çırpınırdı. Təhsilimizi tamamlamalıydık. Oxumaq həvəsi bizi sarsıdırdı. Bakıdakı yoldaşlarımdan birinə məktub göndərib vəziyyətimi anlattım. Neçə gün keçməmiş bir telegram alıram. Kərim bəydən 20 manat yol xərci al, gəl. Bakıya deyil, mənim üçün yeni başlayan elm və mədəniyyət aləminə gedirdim. Nə sevincli dəqiqələr idi. Xatirələr bununla da bitir. Amma Kiyevə düşən gənc həm siyasətdə, həm ədəbiyyatda mühüm rol oynayır. Belə ki, Kiyevdə universitetdə oxuyarkən Yusif Vəzir aktiv ictimai fəaliyyətlə məşğul olur, tələbələrin təşkil etdiyi müxtəlif tədbirlərdə, yığıncaqlarda iştirak edir, eyni zamanda mətbuatda çalışaraq məqalələrini dərc etdirir. Bu dönəmdə artıq dünyada baş verən ictimai-siyasi hadisələri doğru şəkildə dəyərləndirən, yeni dünya düzəninin başladığını dərk edən Yusif Vəzir yeni fikirlər irəli sürür, gələcək cümhuriyyətin ideya əsaslarının formalaşmasında öz təklifləri ilə yardımcı olur. 1911-ci ilin mayında Yusif Vəzir Kiyevdə müsəlman türk tələbələrinin nəşriyyatı şirkətini yaradır. Ukraynadakı milli hərəkatı yaxından izləyən Yusif Vəzir Azərbaycanın da ibrət götürməsi lazım olduğunu bildirərək bu məqsədlə Kiyevdə müsavatın şöbəsini təsis edir. Eyni zamanda bu ərəfədə Yusif Vəzir Bakıda Azərbaycan Muxtariyyatı adlı kitabı dərc olunur. Bu dövrdə Yusif Vəzir onu narahat edən əsas problemləri məqalələrində sıralayır, eyni zamanda bu problemlərdən çıxış yollarını qeyd edir. Mövcud təhsil sisteminin yararsız olduğunu, gənclərin ömrünün ən gözəl vaxtlarının üsul-i qədim, Əzab-i Fars kitabları ilə falaqqa, çubuq kimi cəza vasitələrindən istifadə edən müstəbid məktəb mollalarının yanında keçirməsini gələcək üçün təhlükəli olduğunu vurğulayaraq ana dili
ana dilli milli məktəblərin açılmasının gərəkliliyini bildirir. Millətin ruhu, canı və bəlkə cəmi vücudu hesab olunan ana dilini bizə lazımınca öyrədən bir vəsilə olmadı. İki Aləm adlı məqaləsində türk dili və türk milli kimliyi məsələsini daha da qabardan Yusif Vəzir Müsəlman Komitəsinin bütün üzvlərinin türk olduğu halda komitənin niyə Türk Komitəsi adlanmamasına nəzər salaraq Azərbaycanda hələ də milli kimliklə dini kimlik arasında sərhədlərin müəyyənləşdirilməməsinə diqqət çəkir. Yusif Vəzir Müsavatın Kiyev şöbəsinin fəaliyyəti ilə bağlı yazısında qeyd edir. Ən sevinməli hallardan biri budur ki, iclaslarda türk dili işlənir və kağızlar da milli dildə yazılır. Çar Rusiyasında 1917-ci fevral-oktyabr hadisələrini yaxından izləyən və imperiyada yaşayan millətlər arasında muxtariyyət və bağımsızlıq meyillərinin gücləndiyini görən Yusif Vəzir bu prosesin Azərbaycanda tezliklə başlaması üçün çalışaraq Türk millətinə xitabən bunları söyləyir. Ey nəcib Türk milləti, ayıl, bir rəşadətli balalarını yad et, şan və şöfqət ilə ömür sürülməlidir. Köhnə Rus məmurlarının çəkməsi altında tapdalandığın kifayət edər. Yusif Vəzir haqlı olaraq yazırdı ki, artıq 100 il olur ki, biz Türklər Rus qılıncı zoru ilə Rusiyaya tabi olmuşuq. Rus hökumətinin fikri bu idi ki, bizi dinimizdən, dilimizdən, dədə-baba adətlərimizdən geri salsın. Dinimizdən, dilimizdən olmayan bir millətin bizə canı heç də yanmayacaq. Ümumi Məclisi Müəssisan adlı yazısında Yusif Vəzir doğru olaraq qalib gəlmək üçün millətin öz haqqını tələb etməsinin vacibliyini bildirir. Haqqımız tələb olunmalı, verməsələr zorla alınmalıdır. Ukraynada Cümhuriyyətin elanından sonra artıq proseslərin sona yaxınlaşdığını dərk edən Yusif Vəzir təcili olaraq bütün millətin fikrinin bağımsızlığa yönəldilməsini vacib sayaraq zaman itkisinin baş verməməsi üçün yazır. Bu saat bir saatdır ki, əsrlərdə bir ələ düşər. Fürsət zamanıdır, siyasət zamanıdır. Cəmi fikir və zikrimiz buna həsr olunsun. Nəhayət ki, Yusif Vəzirin və ümumiyyətlə Türk millətinin arzusu həyata keçirilir. Azərbaycan aydınlarının sayəsində müsəlman şərqində ilk demokratik cümhuriyyət olan Azərbaycan Cümhuriyyətinin əsası qoyulur. Yusif Vəzir isə Azərbaycanın Ukraynadakı səfiri olur. Dünyada hər bir dövləti təşkil edən 3 amildir: torpaq, millət və hakimiyyət. Bugün Azərbaycanda bu 3 amil olduğu üçün Azərbaycan müstəqil bir məmləkətdir. Azərbaycan qəzetinin 1919-cu il 31 iyul və 1-4 avqust tarixlərində Yusif Vəzirovun məruzəsi çap olunur. Məruzə Yusif Vəzirin AXC-nin parlamentindəki çıxışı idi. Parlamentdəki məruzəsində Yusif Vəzir uzunmüddətli müşahidəsinə əsaslanaraq yeni yaranmış cümhuriyyətin əsas düşməninin bolşevizm ideologiyası olduğunu bildirərək bunları qeyd edir. Mən bolşevizmə ziddəm. Bolşevizm heç bir millət üçün, xüsusən bizim kimi əsarətdən yenicə xilas olmuş millətlər üçün heç bir səadət gətirməz. Bolşevizmin sonu hərcmərcilikdir. Biz gərək bolşevizmin öz vətənimizə gəlməsinə bütün ciddiyyətimizlə mane olaq. Yeni yaranmış Türk Cümhuriyyətinin yüzillərdən bəri gələn türk ədaləti ilə idarə olunduğunu vurğulayan Yusif Vəzir qeyd edir ki, Azərbaycan mədəniyyəti o qədər qüvvətlidir ki, bizdən başqa qonşularımızı təsir altında saxlayıb və saxlayacaqdır. Dilimiz Qafqazda, Xəzər arxasında və Şimali İranda ümumi bir dildir. Bugünkü Azərbaycan ən sağlam vücuda malikdir. Burada tam əksəriyyəti təşkil edən Azərbaycan türkləridir. Buna görə də yeni yaranan cümhuriyyətin mütləq şəkildə Türkiyə ilə əlaqələr qurmasını və İstanbula səfirlik göndərilməsinin vacibliyini vurğulayır. Yusif Vəzirə görə İstanbulda nümayəndəliyin olması yeni cümhuriyyətin səsinin Avropaya yayılmasına səbəb olacaq. Aləm İstanbuldadır. Siyasi iplərin ucu, əfkar-ı ümumiyyənin gözü, hamısı buradadır.
Hansı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən və bağırmağı bacarmayan bir millət həmişə əzilər. Ona görə də Yusif Vəzir Avropa dövlətləri ilə uğurlu əlaqələrin yaranmasını vacibliyini bildirir. Rusiyadan ayrılaraq azad yaşamağın müqəddəs bir məqsəd olduğunu qeyd edir. Bizim bütün məqsəd və amalımız Azərbaycanımızdır. Bu yolda kim bizi tutarsa, yəni bizdən yana olarsa, biz də ona rəğbət və meyli göstəririk. Siyasətin əsas hədəfinin yalnız fayda götürmək olduğunu bildirən Yusif Vəzir, din ilə siyasətin bir arada olmasının qeyri-mümkün olduğunu bildirir. 1919-cu ildə Yusif Vəzir Türkiyəyə səfir göndərilir. ADR-in süqutundan 8 ay sonra da o, rəsmi şəkildə bu vəzifədə çalışır. Azərbaycan Cümhuriyyəti Rusiya tərəfindən devrildikdən sonra Yusif Vəzir Türkiyədə öz fəaliyyətini davam etdirir. 1921-ci ildə Azərbaycan ədəbiyyatına bir nəzər, 1922-ci ildə isə tarixi, coğrafi və iqtisadi Azərbaycan kitablarını çap etdirir. 1923-cü ildə Fransaya gedən Yusif Vəzir Klişi şəhərində avtomobil zavodunda 3 il fəhləlik edir. Eyni zamanda Paris Xəbərləri qəzetində məqalələr dərc etdirir. 1926-cı ildə Bakıya qayıdan Yusif Vəzir Bakı İşçisi Kooperativ Nəşriyyatının bədii ədəbiyyat bölməsində redaktor işləyir. Daha sonra ADU-nun aspiranturasında oxuyaraq folklordan dərs deyir. 1926-36-cı illərdə müxtəlif vəzifələrdə çalışan Yusif Vəzirin bu dövr ərzində ondan çox kitabı nəşr olunur. Dövrü mətbuatda məqalələri dərc olunur. Bu dövrdə ona qarşı bir sıra iddiamlar irəli sürülür və 1938-ci ildə onun həbsi ilə bağlı qərar çıxarılır. 1940-cı ilin yanvarın 27-sində isə dərs dediyi Ürkənc şəhərində həbs edilərək Bakıya gətirilir. Gorki vilayətinin Suxobezvodnoye kəndinə sürgün olunan Yusif Vəzir 1943-cü il yanvarın 3-də burada xəstəlikdən vəfat edir. Dilqəm Əhməd.